Ama Prius gəldi qardaş, saxladı, bax verir qırağa. O bir sarsıdır. Qıraqda verir. Bu söndürdü şuranı. Bax düşdülər. Deməli, buradan 2 nəfər piyada gəlir. Görsün, adam var ya, yoxdur. Bunların biri buradan çıxdı. Gedir bu zavarın arxasına. Biri də əlində işıqla, fənərlə. Bax, işıqları keçirtdi ki, rahat. Qoy kamerada üzləri düşməsin. Bax, əlində fanar tuldayacaq yerə. Fanar da sigaretini ədir. Bax, qardaş. 1, 2, 3, bir nəfər də buradadır baba. 4 nəfər. Qoşalaşırlar. Diqqətlə baxın. Və zavarı sırdırlar. Abla, gör bax. Allah sizə qənim olsun, heç zaman təf eləyir. Arsız həmin bulaq düzəllərini dayırlar. Baba qaçsır. Və gördülər maşın gəri qaçsırlar. O maşın da buradadır. Tayət tepiliyoruz. Qaddadılar maşınları. Oradan üzü düz istiqamətə hərəkət elədi. Hər vaxtınız xeyir olsun, qeyrətli oğlanlarımızdan, qeyrətli bacılarımızdan. Gördüyünüz kimi Şəhid Elmas Hacıyevin bulağı Köynə bulağı idi. Yenisi əvəz olunurdu. Suraxanı rayonu icra hakimiyyəti tərəfindən bir neçə dəfə sökülüb. 2 dəfə. Bir gün qəbuluna getdim, qəbul etmədi. Deyir bizlik, deyir şəhər salmadır. Şəhər salma icazə verib. Adil Əliyev icazə verməyib. Buradan sözüm hörmətli Adil Əliyevədir. Adil Əliyev, sizin nümayəndələr mənim anamı dünən təhqir eləyib, qardaşımı təhqir eləyib. Anam hal-hazırda bannisədədir, çox vəziyyəti pisdir, ağır vəziyyətdədir. Gördüyünüz burada bu qoca kişi açqılı görürsünüz də. Bu qardaşıma, şəhid olan qardaşıma Elmas Hacıyevə qayıdıb mamama deyib ki, sənin oğlun zındırdı, şəhidimizi təhqir edir. Yaşadığı mənzil budur. Biz burada bulaq inşa edirik, mənzil tikmirik, villa tikmirik, obyekt tikmirik, nəsə etmirik. Sadəcə olaraq mayın 9-u qardaşımın anım günü olduğu üçün burada bunu inşa edirdik xatirəsinə. Çox sağ olun, hörmətli Adil müəllim. Hörmətiniz artıq olsun, qoyduğunuz şəhidə hörmətə var olun.